Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Arzum adı ilə tanınan bloger Acıyeva İlduzə Elmar qızının vəkili Fərid Həsənov müdafiə etdiyi şəxs haqqında sosial şəbəkələrdə yayılan xəbərlərə münasibət bildirib. Xəbər verilir ki, o qeyd edib ki, hazırda işə Xəzər rayon məhkəməsində baxılır. Vəkil bildirib ki, qeyd olunan cinayət işi üzrə məhkəmə araşdırma davam edir və işə qanunvericiliyin tələblərinə uyğun olaraq obyektiv, hərtərəfli və tam şəkildə baxılır. Məhkəmə tərəfindən hadisənin bütün halları, tərəflərin ifadələri və təqdim olunmuş sübutlar araşdırılır. Müdafiəçisi olduğum şəxs təqsirli hesab etmirik və məhkəmə araşdırmanın nəticəsində obyektiv, müdafiəçisi olduğum şəxs təqsirli hesab etmirik və məhkəmə araşdırmasının nəticəsində obyektiv həqiqətin ortaya çıxacağına inanırıq.